Sən əqidəni bizim Peyğəmbərdən deyil də, başqa Yahudilərdən öyrənmirsən. Sənin hədislərin bizim Peyğəmbərdən deyil, Yahudilərdəndir. Ona görə də gəlin davam eləyən görəyin davamında nə deyir? Buyurur ki, Zeynəl Abidinə gəlir sıra. Əsir götürdükdən sonra İmam Zeynəl Abidin əleyhissalama həddi buluğa çatıb-çatmamağını müəyyənləşdirmək üçün eyni ilə hərb yolunu istifadə elədilər. Yəni nə? Müşriklər müharibə zamanı İslama, yəni İslam dövlətinə daxil olduqda belə bir qayda var idi ki, onun həddi buluğa çatıb-çatmamasını, yəni öldürəkmi, öldürməyəkmi, iki sual arasında qalanda gərək təyin eləyərdilər o həddi buluğa çatıb ya yox, yəni uşaqdır ya yox. Onlar baxardılar onun övrətinə, zorla da olsa elə təşxis eləyərdilər. İmam Zeynəl Abidin aleyhisselamın zorla övrətini açdılar. Övrət yerini zorla açdılar və təşxis elədilər görək bu